Bu hissədən yağış suları fontan vururdu və əraziyə tökülürdü. Hasar qəzalı vəziyyətdədir hal-hazırda. Paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi Yahya Hüseynov küçəsində mart ayında yağan şiddətli yağışlar zamanı bu daş hasar qəzalı vəziyyətə düşüb. Amma aradan bu qədər vaxt keçməsinə baxmayaraq müvafiq qurumlar tərəfindən hər hansı bir ciddi tədbir görülməyib. Yalnız həmin o qurumlar əraziyə belə böyük daşlar qoymaqla kifayətləniblər ki, bu daşlar da özlüyündə günün pik saatlarında ərazidə böyük tıxac yaradır. Çünki ensiz olan yolu biraz da daraldır. Bu hasar qəzalı vəziyyətdədir hal-hazırda. Qəzalı vəziyyət olduğunu bildirmək üçün o betonları ora qoyublar. Həm tıxac yaradır, həm də ki, o özü də təhlükədir. Hansısa maşın gələr, yəni o işarət yoxdur onun üstündə. Maşınlar onu, aklijator tipli bir şey yoxdur üstündə. Maşınlar özü gəlib ona girə bilərlər. Bu müddət ərzində burada kiminsə çalışdığı, iş gördüyünü görmüsünüzmü? Xeyr, daimi olaraq mən buradan gedib gələn adamı görməmişəm. Elə burada betonları da qoyublar burada heç bir iş görülməyib. Bizə Biləcərinin icra nümayəndəsi lazımdır, xanım. Yoxdur, vallahi olmasa. Məsələn, ümumiyyətlə işdən nə vaxt olur ki, icra nümayəndəsi? 4-ə qalıb 15 dəqiqə. İş vaxtı bitdi artıq, yoxsa? Yox, iş vaxtı saat 6. Zəhmət olsa əlaqə saxlayaq ki, Baku TV-dən gəliblər, bir məsələ var. Bizə icra nümayəndəsi lazımdır. Deyirlər ki, siz bilirsiniz hardadır. Bilmərəm mən. Siz də bilmirsinizsə? Xeyr. Bəs bilən var? Bilmirəm, kim var orada? Bu çətin sualın cavabını bilən var, icra nümayəndəsi hardadır? Deməli, saat 4-ə qalıb 10 dəqiqə gəlmişik Biləcəri qəsəbə icra nümayəndəliyinə. Amma icra nümayəndəsi Seyfəddin adlı şəxsin harda olduğunu, hara getdiyini bilən yoxdur. Kimdən soruşursan, bilmirəm deyir. Əlaqə saxlayaq deyirik, olmaz. Niyə olmaz? Bax, əsl sual budur. Sizsiniz icra nümayəndəsi? Xeyr. Siz kim olursunuz? Dediniz ki, icra nümayəndəsi müaviniyəm. Lap yaxşı. 4 ayda orada böyük bir təhlükə var. Orada bir beton daş qoyublar, kifayətləniblər. Yəni bu 4 ay kifayət eləmədi təmir üçün. Aidiyyət üzrə. Aidiyyəti üzrə haradır? Icra Hakimiyyətin ictimai siyasi müraciət edin, bəli o. Amma siz burada bir icra nümayəndəsi müavini olaraq cavab verəməzsiniz. Kifayət qədər dedim o. Binəqədi rayon icra hakimiyyətindən bildirildi ki, layihə əsasında sözgedən hasarın bərpası və yenidən qurması Fövqəladə Hallar Nazirliyi tərəfindən həyata keçiriləcək. Fövqəladə Hallar Nazirliyindən isə bildirildi ki, qeyd olunan ünvanda yerləşən istinad divarının qısa müddətdə bərpasına başlanılacaq.